Qaydalar dövrlərə görə formalaşır, dövrlər isə idarəetmə orqanlarının qanunları ilə yadda qalır. Bir çox formalaşmaların meyarı təbii ki, əhalinin artımı, elmin inkişafı, texnologiyanın və idarəetmənin müasirləşməsi, eyni zamanda cəmiyyətin ehtiyac və tələbləri ilə müəyyən olunur. İdarəçilik inkişafının digər mərhələsi də tarix boyu idarəetmə orqanlarının dəyişməsi ilə bağlıdır. Məsələn, Çar Rusiyası dövründə əksər idarəçiliklər bir formada, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ona nisbətdə fərqli şəkildə, Sovet hakimiyyəti illərində başqa prinsiplərlə, doğma Azərbaycanımız isə tam müstəqillik əldə etdikdən sonra yeni idarəetmə sistemi ilə fəaliyyətini davam etdirdi. Qısaca olaraq belə idarəetmə orqanlarından biri olan Rayon İcraiyyə Komitəsi haqqında danışaq. Çünki bu mövzuda danışdıqlarımız yaxın, uzaq və yaxın tarixdən olduğu üçün qismən çalışacağıq ki, çox da uzağa getməyək. Birazdan haqqında danışdığımız şəxslər məhz bu dövrlərdə sözü gedən idarəetmə orqanlarında rəhbər vəzifələrdə çalışmış zirə sakinləridir. Əvvələ qaydaq. 6-cı Ümumazərbaycan Sovetlər Qurultayı 8 aprel 1929-cu il tarixli qərarı ilə Respublikanın yerli dövlət hakimiyyəti və idarəetmə orqanları sistemində müəyyən dəyişikliklər edir. Bu dəyişikliklərdə Respublikanın ərazisi dairələrə, rayonlara və kənd sovetlərinə bölünür. Verilmiş qərarda indiki Naxçıvan Muxtar Respublikası istisna olmaqla əvvəlki 13 qəzanın əvəzinə 8 dairə Bakı, Quba, Lənkəran, Şirvan, Muğan, Zaqatala, Nuxa, Gəncə və Qarabağ dairələri yaradıldı. 1930-cu il avqustun 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin yeni qərarında bir il öncə yaradılmış dairə bölgüsü ləğv olunur və əvəzində yeni inzibati ərazi vahidləri, yəni rayonlar yaradıldı. Bundan sonra rayonların sayı 63-ə qədər artırılır. 1931-ci il noyabr ayında rayonların birləşdirilməsi həyata keçirilir. 12 rayon ləğv olunur. 20 rayonun sərhədləri dəyişdirilir. Əvvəlki dairə icarə komitələrinin səlahiyyətlərini isə rayon hakimiyyət orqanları əvəz edir. Deyildiyi kimi, 1931-ci ildən Sovet hakimiyyətinin müvafiq orqanları Azərbaycanda inzibati ərazi quruluşunu və onların tabeliyini müəyyən etdi. Beləliklə, rayonlar, şəhərlər, şəhərlərdə rayonlar və qəsəbələr təşkil olundu. Bəzi adlar dəyişdirildi, bəziləri isə tamamilə ləğv edildi. Bütün bunlarla yanaşı, Respublika daxilində yaradılan inzibati ərazi vahidləri Bakı şəhərində də tətbiq olunur və paytaxtın idarəetmə sistemi bu yeni bölgəyə uyğun olaraq formalaşmağa başlayır. Şəhərdaxili rayonlarda icraiyyə komitələri də yaradılır ki, bu da rayonun yuxarı dövlət strukturlarında təmsil olunmasını və idarəetmə işinin daha sistemli şəkildə həyata keçirilməsini təmin edirdi. Zaman-zaman belə rayonların icraiyyə komitələrinə müxtəlif şəxslər rəhbərlik etmiş, hər biri dövrünün siyasi, sosial, təsərrüfat tələblərinə uyğun şəkildə fəaliyyət göstərmişdi. Müxtəlif rayon icraiyyə komitələrinə rəhbərlik etmiş şəxslərin siyasına diqqət yetirdikdə, ayrı-ayrı dövrlərdə bu vəzifədə çalışmış zirə qəsəbə sakinlərindən bir neçəsinin adını da görmək olar. Məsələn, onlardan ilk öncə Babayevlər ailəsindən olan iki qardaşdan biri
Babayev baba Məlik Məmmədoğlunun fəaliyyətinə nəzər salaq. İkinci Dünya müharibəsi iştirakçısı olan bu şəxs təxminən 50-ci illərdə keçmiş Duvan rayonunun icraiyyə komitəsinin sədri seçilir. Sonralar bu rayon Qaradağ rayonunun tərkib hissəsinə verildiyindən həmin rayonun birinci katib vəzifəsi də bir müddət Babayevin üzərinə düşür. Əgər söhbət Babayevdən gedirsə, mütləq şəkildə bu ailənin digər üzvü, onun qardaşı Həsənağa Babayevdən də danışmaq lazımdır. O da qardaşı kimi dövrünün tanınmış simalarından sayılırdı. Çox gənc yaşlarında, 30-cu illərin ikinci yarısında Xalq Maarif Komissarının, bugünkü ifadə ilə desək, Təhsil Nazirinin texnikumlar üzrə müavini vəzifəsinə təyin olunur. Bir müddət sonra 2-ci Dünya müharibəsi başlananda orduya çağırılır və burada xüsusi əhəmiyyətli əməliyyatlarda iştirak edən məşhur 416-cı diviziyanın siyasi təbliğat və təşviqat bölməsinin rəisi vəzifəsinə təyin edilir. 1944-cü ilə qədər həmin diviziyanın tərkibində xidmət edən Həsənağa Babayev elə həmin ildə Çexoslovakiya uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur. Respublikamız Sovet dönəmində olarkən Bakı şəhərindəki digər bir rayon icraiyyə komitəsinin sədri vəzifəsinə daha bir Zirə qəsəbə sakini başçılıq edir. 40-cı illərin ikinci yarısı və 50-ci illərin əvvəllərində belə rayonlardan birinə başçılıq etmiş şəxs Ağadadaş Hüseynbalıoğlu Əliyev idi. Onun icraiyyə komitəsinin sədri olaraq başçılıq etdiyi rayon isə keçmiş Artyom, indiki Pirallahı rayonu olur. Ağadadaş Əliyevi həm də Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mirzəfər Bağırovun xüsusi etibar etdiyi şəxs də saymaq olar. Çünki Pirallahı o illərdə sadəcə bir adı deyildi. Onun əsl sərvəti yerin dərinliklərində gizlənən qara qızıl, yəni neft idi. Elə bu gün də rayonun ən böyük dəyəri həmin sənaye sayılır. Hər kəsə məlumdur ki, 2-ci Dünya müharibəsində qazanılan tarixi qələbənin arxasında əsasən Bakı nefti dayanırdı. Bu da xalqımızın mərd, cəsur və əməksevər insanlarının sayəsində olmuşdur. Bunun üçün də belə sənayelərdə rəhbərlik işləri məsuliyyətli, təcrübəli və etibarlı şəxslərə tapşırılırdı. Məhz Ağadadaş Əliyev də bu cür etimad göstəriləcək şəxslərdən biri idi. Ağadadaş Əliyev çalışdığı dövrdə bir sıra əhəmiyyətli layihələrin həyata keçirilməsinə rəhbərlik edir. Onun təşəbbüsü nəticəsində Pirallahı sakinlərinin paytaxtla əlaqəsini asanlaşdırmaq məqsədi ilə Bakı Qala elektrik dəmir yolunun Pirallahı adasına qədər çəkilməsi təmin edilmiş və bu xətt Qala Pirallahı dəmir yolu adlandırılmışdır. Sözü gedən dəmir yolunun tikintisi 1953-cü ildə başa çatdırılır və elə həmin ildə də sakinlərin istifadəsinə verilir. ...1991-ci ildən Sovet hakimiyyəti tam olaraq dağıdıldıqdan sonra ölkəmiz yenidən müstəqillik əldə edir. Sözsüz ki, bununla idarəetmə orqanlarındakı bir sıra adlar və qanunlar da dəyişdirilir. Yeni qaydalarla rayon icraiyyə komitəsinin yerini rayon icra hakimiyyəti orqanları tutur. Bakı şəhərinin inzibati bölgüsünə daxil olan belə rayonlardan biri də keçmiş Əzbəyov, indiki Xəzər rayonu olur ki, bu rayonun da 1993-cü ildən 95-ci ilə qədərki başçısı hamının yaxşı tanıdığı və hörmət bəslədiyi Zirə qəsəbə sakini Fərəcov İsmixan Moğdatoğlu olur. Fəaliyyətindən uzun müddət keçməsinə baxmayaraq o,
bu gün də mərd, vətənpərvər biri olaraq xatırlanmaqdadır. İsmixan Fərəcov 1991-92-ci illərdə keçmiş Əzizbəyov rayonunda mənzil məsələləri üzrə icra hakimiyyəti başçısının müavini, 1993-95-ci illərdə isə həmin rayonun icra hakimiyyəti başçısı vəzifəsinə təyin olunur. Bu illər ölkəmizin ağır və həlledici mərhələsi 1-ci Qarabağ müharibəsinin ən gərgin dövrünə təsadüf edirdi. Bu, elə bir dövr idi ki, erməni silahlı birləşmələrinin törətdiyi vəhşiliklər nəticəsində günahsız insanların qanı axıdılır, dinc əhalimiz qətlə yetirilmişdi. Belə bir zamanda rayon rəhbərliyi həm sabitliyin, həm də vətənpərvərlik ruhunun qorunmasına cavabdehliyi daşıyırdı. 1-ci Qarabağ müharibəsi zamanı bir çox bölgələrdə könüllü batalyonlar, yəni taborlar yaradılmışdı. Onlardan biri də bu rayonun adı ilə bağlı olan Əzizbəyov batalyonu idi və müəyyən zaman içərisində bu batalyona İsmixan Fərəcovun təşəbbüsü ilə Zirə qəsəbə sakini, milli qəhrəman Yavər Əliyevin adı verilir. Batalyon tərkibində döyüşənlər isə əsasən həmin rayonun kənd və qəsəbə sakinləri idi. Müharibənin ən gərgin çağlarında onun təşəbbüsü ilə rəhbərlik etdiyi orqanda ön cəbhədə döyüşənlərə dəstək məqsədi ilə fond yaradılır. Həmin fond çərçivəsində maddi dəstəklə yanaşı, döyüşlərdə ermənilərin zirehli texnika və canlı qüvvəsini məhv edən döyüşçülər üçün mükafat da nəzərdə tutulur. Vaxtaşırı döyüş bölgələrinə yollanan İsmixan Fərəcov buraya ərzaq yardımının çatdırılması və paylanılmasını təmin edir. Həm də Bərdə rayon hərbi hospitalına tibbi yardımın göndərilməsi ilə bağlı mütəmadi olaraq tapşırıqlar verir. Müharibə zamanı öz el obalarından ayrı düşən məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərini isə 200 tona qədər yanacaqla təmin edir. Fərqlənən döyüşçülərə yaşadığı yerlərdən növbəsiz torpaq sahələrinin verilməsini də öz üzərinə götürür. Təbii ki, onun gördüyü işlər bununla bitmir. Fəaliyyət illərinə nəzər saldıqda bir-birindən zəngin və bir-birindən xeyirxah işlərin daha çox olmasının şahidi oluruq. İlk dəfə Zirə qəsəbəsində yerli rabitə mərkəzi binasının inşası, qəsəbədə fəaliyyət göstərən hər iki orta məktəb ərazisində su quyularının qazılması və sakinlərə hər ailədən bir nəfər olmaqla torpaq sahələrinin verilməsi ilə bağlı sərəncamları da məhz İsmixan Fərəcov verir. Hətta o, 90-cı illərdə qəsəbədəki Şəhidlər məscidinin inşası üçün torpaq sahəsi və bu işlərin həyata keçirilməsi məqsədi ilə də fond ayırır. İnşa işlərinin ilk 6 ayını da şəxsən nəzarətində saxlayır. Məscidin inşa edilməsi üçün göstərilən təşəbbüs isə Zirə qəsəbə sakini Adil Əsədovun idi.